Təbii ki, qəzanın təfərrüatları tam araşdırılacaq. Bunda mənim şübhəm yoxdur. Azərbaycan prezidenti İlham Əliyev bu sözləri 2024-cü ilin dekabrında Azal təyyarəsinin qəzaya uğramasından bir neçə gün sonra demişdi. Bakı-Qrozn istiqamətində uçan təyyarə sonradan Aktauda qəza eniş etmiş və təyyarədə olan 67 nəfərdən 38-i həlak olmuşdu. Əliyev təyyarənin Rusiya tərəfindən vurulduğunu iddia etmiş və tələblər irəli sürmüşdü. Bunlardan ilk ikisi Rusiyanın Azərbaycandan üzr istəməsi və günahını etiraf etməsi idi. Üçüncü, günahkarları cəzalandırmalıdır, cinayət məsuliyyətinə cəlb etməlidir və Azərbaycan dövlətinə və zərər çəkən sərnişin və ekipaj üzvlərinə təzminat ödəməlidir. Bu bizim şərtlərimizdir. Bu il aprelin 15-də Azərbaycan və Rusiya Xarici İşlər Nazirliklərinin yaydığı birgə bəyanatda isə təzminat məsələsinə yer verilsə də qəzaya məsul şəxslərin cəzalandırılmasından söz açılmayıb. Bəyanatda deyilir ki, tərəflər prezidentlərin ötən ilin oktyabrında Düşənbədə keçirdikləri görüşdə təzminat da daxil olmaqla qəza ilə bağlı bir sıra məsələlərdə razılığa gəliblər. Həmin görüşdə Rusiya prezidenti Vladimir Putin ilk dəfə olaraq təyyarənin Rusiya ordusunun müdaxiləsi nəticəsində baş verdiyini etiraf etmişdi. Onun sözlərinə görə təyyarə Rusiya səmasında uçan, Ukraynaya məxsus dronu hədəf alan raketin partlaması nəticəsində zədələnib. Putin qurbanların ailələrinə təzminat ödəməklə yanaşı, məsul şəxslərin əməllərinə hüquqi qiymət veriləcəyinə də söz vermişdi. Lakin Azərbaycan Xarici İşlər Naziri Ceyhun Bayramov ötən ilin yekunlarına dair keçirdiyi brifinqdə bildirdi ki, Rusiya İstintaq Komitəsi qəza ilə bağlı cinayət işinə xitam verib və bu barədə Azərbaycan tərəfinə məktub göndərib. Hələ qəzanın baş verməsindən bir neçə gün sonra Azərbaycanın hökumət yönlü mətbuatında təyyarənin Rusiya hava limanlarında qəzadan sonra eniş etməsinə qəsdən icazə verilmədiyi iddia olunurdu. Bəziləri hesab edir ki, təyyarə bilərəkdən yerdəki xidmət tərəfindən, Qrozn tərəfindən göndərildi ki, çünki təyyarə artıq idarə olunmaz vəziyyətdə idi və ehtimal böyük idi ki, təyyarə dənizə düşəcək. Və belə olan halda ört-basdır cəhdləri uğurla nəticələnəcək və dırnaqarası quş versiyası əsas versiya kimi təqdim ediləcək. Putin isə Düşənbə görüşündə iddia etmişdi ki, təyyarənin Maxaçqalada eniş etməsinə icazə verilib, lakin pilot Bakıya qayıtmaq qərarı verib və sonradan Qazaxstana uçub. Azərbaycan Xalq Parlamentinin dönəm sədri, siyasi şərhçi Ərəstun Oruclu Toplum TV-yə deyir ki, birgə bəyanatdan qəzaya görə heç kimin cəzalandırılmayacağı aydın olur. İndi nə baş verdi ki, birdən İlham Əliyev belə qərara gəldi? Çünki biz bilirik ki, Rusiya ilə münasibətlərdə bu təyyarənin vurulması məsələsi bir prioritetə çevrilmişdi. İlham Əliyev israrla tələb edirdi Rusiya, üzr istəsin, hətta Putinin güya üzrxahlıq olan həmin zənglərini üzrxahlıq kimi qəbul eləmirdi, kompensasiya ödənilməsini tələb edirdi, günahkarların cəzalandırılmasını tələb edirdi və birdən o iki bənd çıxdı gündəlikdən, yəni əslində üzrxahlıq da olmadı. Görünür, arkada çox ciddi proseslər baş verdi ki, İlham Əliyev güzəştə getməyə məcbur. Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri Zahid Oruc isə deyir ki, bəyanata Azərbaycanın Rusiyaya öz mövqeyini qəbul etdirməsi kimi baxılmalıdır. Təyyarənin bilavasitə Panser raketi ilə vurulmasını və ondan sonraki beynəlxalq hüquqi davaları bundan sonraki dönəmdə təsdiq eləmək çətin olmayacaqdır. Yekun olaraq hesab edirik ki, əslində Qalıcının Bakıya səfəri və verilən açıqlama onu göstərir ki, ilk növbədə bu kompensasiyaların ödənməsi Bastrıkinin cəmi bir ay öncə verilən açıqlamalarının yanlış olduğunu sübuta yetirməklə yanaşı bu ölkəmizin iradəsinə olan bir münasibət. Ərəstun Oruclu hesab edir ki, ABŞ və İsrailin İrana qarşı hücumlarda uğur qazana bilməməsi İlham Əliyevi Rusiya ilə münasibətləri normallaşdırmağa sövq edir. Birdən indi İlham Əliyev gedir Gürcüstana və orta dəhlizin Gürcüstandan keçməsi məsələsini müzakirə edir. Belə görünür ki, İran və Rusiya artıq Tramp dəhlizini dəfn elədi. Yəni o hətta işləsə belə yalnız Rusiyanın və İranın razılığı ilə işləyəcəkdir. Hər bir halda ona ABŞ nəzarəti olmayacaq. Ona görə İlham Əliyev getdi Gürcüstana və Gürcüstanla həm də Gürcüstan vasitəsilə ola bilsin ki, Rusiya ilə münasibətlər düzəltməyə
cəhd eləmişdi. Görünür, həmin o müharibə ilə bağlı vəziyyət dəyişdiyindən İlham Əliyev məcbur oldu ki, Rusiya müəyyən güzəştə getsin. Azərbaycan və Rusiya münasibətləri Azal təyyarəsinin qəzasından sonra da gərginləşməyə davam etmişdi. Ötən ilin yayında Yekaterinburq şəhərində Azərbaycan diasporasının rəhbəri Şahin Şıxlinski və oğlu, Səfərov qardaşları və başqa bir neçə azərbaycanlı müxtəlif illərdəki cinayətlərdə ittiham olunaraq həbs olunub. Ərəstun Oruclu həbsdə olan azərbaycanlıların məsələsinin iki ölkə arasında danışıqlar predmeti olduğunu istisna etmir. Lakin Azərbaycan rəhbərliyinin bu məsələdə israr edəcəyinə də inanmır. Azərbaycan hakimiyyəti bir nəfərdir. Uzaqbaşı 2 nəfərdir. İlham Əliyev və Mehriban Əliyev. Onları maraqlandıran yeganə məsələ hakimiyyətin taleyidir. Başqa heç bir şey. 100 minlərlə Azərbaycanlı ölkədən didərgin düşübdür. Milyonlarla Azərbaycanlı bugün yoxsulluq həddindən aşağı səviyyədə yaşayır. Amma bir addım belə atılmır onların vəziyyətini dəyişmək istiqamətində. Rusiyada kimsə tutuldu. İlham Əliyevin problemidir ki, başqalarını tapıb yerləşdirəcəklər. O qədər növbəyə durub gözləyənlər var ki, çirkli işləri görməkdir. Ona görə bu Rusiyanın artıq iradəsindən asılı olacaq. Zahid Oruc isə sözü gedən şəxslərin gələcəkdə əfv və ya digər tədbirlər nəticəsində azadlığa buraxılacağına ümid edir. Hesab edirik ki, Azərbaycan dövləti qətiyyən bu bəyanatın verilməsi ilə proses bitdi. Biz o soydaşlarımızı taleyin hökmünə buraxacağıq. Onlar artıq yəni özləri belə demək mümkünsə talelərinin axtarışında yəni dövlətdən bir kömək gözləməsinlər kimi bir yəni məntiqi hasil etmək istəyənlər əsla doğru olmayacaqlar. Azərbaycan Müvafiq Dövlət Komitəsi, səfirliyimiz, oradakı yenə də diasporanın müxtəlif belə necə deyim, təmsilçilərinin əli ilə, soydaşlarımız vasitəsilə, həm də dövlət hökumət orqanları ilə soydaşlarımızın hüquqlarının qorunmasında davam edəcəkdir.